Salam aleykum. Sizə bir dənə yaxşı ev çıxarmışam satışa. Əsl gələmənə ev bax budur. Alt, üst, 300 kvadrat. 150 kvadrat üst, 150 kvadrat aşağı. Heç neçiyə. Şəxsi tikili, malalit beton, istipol. Nə istəyirsiniz bu evdə var? 4 otaq, 1 mətbəx. Burada 3 otaq, 1 mətbəx aşağıda. Prosta ki 4 otaq eləyə bilərsən. Bir qaraca eləyib altın ona görə. Ev bax budur. Adam bu evi həvəslə çəkir, həvəslə çəkir. Xuna mebeli kom evin içində qalır. Çünki çox qəşəng, çox gözəl, çox səliqəli bir evdir. Həqiqətən də səliqəli bir evdir. Harda? Masazırda. Masazırda. Qoşa Arazı çatan kimi sola dönürsən, Qoşa Arazının yanına. Gəlib çıxırsan bu evin üstünə. Həqiqətən çox gözəl bir evdir. Qiymətinə görə də əla bir qiymətdir. Sizə qiymətin zalda deyəcəm. 2 mərtəbəli evdə, tam 2 mərtəbə. Bax, burada belə bir geniş zalımız var. Çox genişdir, həqiqətən də. Yəni, böyük kvadratda, hardasa rahat bir 30 kvadratdan yuxarı tək zalıdır bunun. Elə bunun kuxnası. Demək olar, zal studiya olursan 5 dənə otaqdır. Bir dənə ayımız var. Bilməm, o ev yiyəsi evini sizə verər, verməz, ona görə heç nə demirəm. Çünki ev yiyəsini danışmamışam da, ay-pay vermək ona görə. Bax, geniş zalımız. Bir dənə Abdurrahman arxaya çəkir, bir dənə arxaya. Bir dənə qəşəng zalımızı göstər. Zalın uzunluğuna baxın. Görüm neçə metrdə? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 metrdən də çoxdur. 40 kvadrata yaxındır. Həqiqətən də çox gözəl bir evdir. Qiymət əla bir qiymətdir. Qiymətini deyim də sizə. Qiymət 124.500 manat. Bax, burada da belə bir geniş. Otaqlar çox genişdir. Yataq otağımız var. Həqiqətən, yəni mən burada balaca otaq görməmişəm. Həqiqətən balaca otaq yoxdur. Burada hamam samuzelimiz, aşağıda da hamam samuzel var. Axıracan sizin görəcəksiniz. Burada bir dənə otağımız var. O da geniş otaqdır. Sadəcə onu göstərəmirəm. Adam var orada. Bax, burada da belə bir geniş. Yenə yataq otaqlarına baxın. Pəncərələrin qabağı hamısı açıqdır. Şəxsi tikili bir evdir. Malalit betondur. Qiymət əla bir qiymətdir. Baxın. Koridorun da uzunluğuna baxın. Məni görmərsiniz orada. Bax, yenə baxın, görmərsiniz. Dən çölümü də sizə göstərim. Baxın, həmin dediyim ev budur. Dediyim kimi 124.500 manat verirsən, bu evi verirəm sənə. Olur nə? Gəllə məndən. Ev həqiqətən qəşəng bir evdir. Şəxsi tikili evdir, bisetkasına qədər varıdır. Yəni bundan artıq nə istəyirsiniz? Qazı var, suyu var, işığı var, torpağın kupçası var. Özü kupçası yenə dediyim kimi fərdi yaşayış yeridir. Qeyri yaşayış deyil, fərdi yaşayış yeridir. Kənd təsərrüfatı deyil, ehtiyat fondu deyil. Yəni bunlar hamısı məsləhətdir. Yəni baxın, ev bax budur. 3 otaq, 1 mətbəx buradadır, remontsuz. Bax, görürsünüz, buranı qarası kimi eləyib də özü üçün gördünüz.